Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz Azərbaycan dili 1-ci sinif 1-ci hissədən babanın hədiyyəsi fəsil 3 olacaq. Gəlin suallara cavab verək. Hədiyyəni nə vaxt verirlər? Uşaqlar, hədiyyəni o vaxt verirlər ki, qarşı tərəf, yəni kimsə böyük bir uğur qazandıqda, çox uzaqdan gəldikdə, yeni ev aldıqda, doğum günü olduqda, xeyir bir işi olduqda, təbii ki, bu toy ola bilər, nişan ola bilər və s. Bu zaman hədiyyə verilir. Hansı hədiyyəni alanda daha çox sevinirsiniz? Mən məsələn hansı hədiyyəni aldıqda çox sevinirəm. Açığı çox hədiyyə almamışam, amma hədiyyə əlbəttə ki, daha çox ailə üzvlərindən gəlirlər və onların mənim doğum günümü unutmamaları mənə bəs eləyir. Yəni doğum günü hədiyyələri daha çox sevirəm. Hədiyyə vermək xoşunuza gəlir, yoxsa hədiyyə almaq? Əslində heç birini sevmirəm, çünki yəni sadə bir təbrik mənə görə ən böyük hədiyyələrdən biridir. Yəni məncə bu kifayət eləyir. Amma belə hədiyyə verməkmi, hədiyyə almaqmı daha çox xoşunuza gəlir? Mənim hədiyyə vermək daha çox xoşuma gəlir. Təbii ki, bu da daha çox mənəvi hədiyyələrlə bağlıdır. Belə. Hədiyyənin qutularının üzərində sözləri oxuyun, uyğun gələn oyuncağı tapın. Gəlin baxaq. Ayı, maşın və gəlincik. Gəlincik əlbəttə ki, olacaq nə uşaqlar? 2-yə aid olacaq. Ayı aid olacaq 1-ə, maşın da aid olacaq maşının altında olan 3 şəklinə. 3-ə də aid olacaq maşın. Belə. Sözlər boxçası, söz boxçası. Təşəkkür, hədiyyə, təbrik, puzzle. Bəli uşaqlar, təşəkkür, minnətdarlıq ifadə etmək, hədiyyə şən bir gündə qarşı tərəfi sevindirmək üçün alınan bir əşya, təbrik duyğularını ifadə etmək, rəqib, yəni qarşı tərəfi təqdir etmək üçün etdiyimiz bir alqış forması, puzzle-da müəyyən uyğun olan hissələri birləşdirmək. Şəkil üzrə danışın. Çox sağ ol baba. Baba söz düzəldi. Tamam. Baba Raminə nə hədiyyə etdi? Baba Raminə puzzle hədiyyə etdi. Baba ona nə tapşırdı? Bundan söz düzəldəcəyini tapşırdı. Ramin hansı hərflərdən söz düzəltməlidir? Aşağıdakı sözlərdən bir belə deyim, söz düzəltməlidir. Hər halda uşaqlar, burada söhbət yəqin ki, Ramin yəqin ki, məktəbə başlayıb. Bu zaman babası da onu təbrik eləmək istəyib. Hər halda burada məktəb sözünü düzəldə biləcək uşaqlar. Gəlin görək məktəb sözünün hərfləri burada varmı? Deməli, m var, ə var, ç var, t var, ə var, bu var. Bəli, məktəb sözü var uşaqlar. Deməli, elə burada məktəb sözü olacaq cavab. Yəni, Ramin hansı hərflərdən söz düzəltməlidir? M, Ç, T, bu, yəni məktəb düzəldəcək. Bir də ə hərfi. Şəkillər üzrə mətn qurub danışın. Ramin çox uzun aradan sonra əziyyət çəkərək puzzle düzəltməyə çalışır. Yuxusuz qalır gecə. Ramin, ikincidə, Ramin gecəni yatır və səhər puzzle'ları düzəltmək istəyir. Yəni, gecə yuxuya gedir Ramin. Üçüncüdə, hərflər gecə vaxtı Raminin otağından çölə çıxaraq hərəkət edir. Ramin səhər tezdən bunu görür və hərflərin arxasınca gedir. Sonra Ramin arxasınca getdiyi hərflərin sonda məktəbə daxil olduğunu görür və bu sözün məktəb olduğunu öyrənir. Belə. Və Ramin deyir ki, mən bunu tapdım. Belə uşaqlar. İ hərfinin digər hərflərlə birləşməsi. İlan, ətir, İmran. Bunu bildik. Ramin binanın üzərində hansı sözü oxudu? Məktəb sözünü oxudu. Ramin bu sözü görəndə nə üçün sevindi? Çünki babasının ona aldığı, babası ona bir şey tapşırmışdı ki, bu sözlərdən, bu hərflərdən söz düzəlt. Hansı hadisələr Raminin yuxusunda baş verir? Hansı hadisələr Raminin yuxusunda baş verir? Bəli. Məktəb, onun məktəb hərflərin
onun otağından qaçması və onun hərflərin arxasında getməsi və sonunda məktəb sözünü öyrənməsi onun yuxusunda baş vermiş olur. Gəlin baxaq uşaqlar. Deməli, bunları bilməliyik. Baba Raminə hansı hərfdən 2 dənə vermişdi? Bu səsin deyilişi o birlərindən nə ilə fərqlənir? Uşaqlar, məktəb sözü tapdıq. Məktəbdə M, K, T, B var və 2 ə hərfi var. Deməli, 2 dənə verdiyi ə hərfi imiş. Və ə hərfi digərlərindən nəyə görə fərqlənir? Çünki ə hərfi saitdir. Uşaqlar, sait hərfdir. Digərləri isə samitdir. Deməli, ə nə ilə fərqlənir? Həm 2 dənədir, həm də saitdir. Sözləri oxuyun, saitləri ayrılıqda tələffüz edin. Ayı, A, I, 7, E, I, xətkeş, Ə, E, ütü, Ü, Ü, corab, O, A, ilan, İ, A, ördək, Ö, Ə, quzu, U, U. Sonra aşağıdakı sözlərə uyğun sait səslər artırın. Maşın görürük. Deməli, burada mışını var. Bura artıracağıq A və I. Deməli, bura artıracağıq nə uşaqlar? A və I. Burada dəftər görürük. Deməli, 2 dənə ə hərfi artıracağıq. Burada zürafə görürük. Bir dənə Ü, bir dənə A, bir dənə də ə hərfi artıracağıq. Çanta sözündə 2 dənə A hərfi var. Deməli, 2 dənə A hərfi artıracağıq. Yumurta sözündə 2 U və bir dənə A hərfi var. Deməli, onu artıracağıq. Baxın belə. Şəkildə hansı varlığın adı samitlə başlayır? Gəlin baxaq uşaqlar. İlan I ilə başlayır. Ayı A ilə başlayır. Ördək Ö ilə başlayır. Amma delfin D ilə başlayır. Yəni, delfin D ilə başladığı üçün D-də nədir? Samitdir. Deməli, delfini belə biz nə edirik? Çəmbərə alırıq. Cavab burada delfin oldu. Sonra aşağıdakı sözləri oxuyun. Cücə, səbət, maral, kökə, quzu, baba, lalə, tülkü, bibi. Samitlər təkrarlanır. Bəli, uşaqlar. Samitlərin təkrarlandığı hansı sözlərdə var? Cücə, kökə, baba, lalə, bibi. Burada nədir? Samitlər təkrarlanır. İndi bizdən soruşur ki, saitlərin təkrarlandığı. Saitlərin təkrarlandığı səbət, maral, quzu, baba, tülkü və bibi. Burada da saitlər təkrarlanır. Bizdən soruşur ki, həm saitlər, həm də samitlər təkrarlanır. Bu olacaq nə? Cücə, sonra olacaq kökə, sonra olacaq baba, sonra olacaq bibi. Bu 4 sözdə də həm saitlər, həm də samitlər təkrarlanır. Belə. Növbəti hissəyə keçdalıq. Şəkildəki varlıqların adlarının ilk hərflərini ardıcıl yazsanız, Raminin babasının adı alınır. Şəkildəki varlıqların adlarının ilk hərfini. İynə idi. Mişar mıdı. Arı adı nar nıdı. Deməli, İman, yəni İman adı nədir? Raminin babasıdır. Deməli, nə oldu? İynənin isi, mişarın mısı, arının ası, narın nısı. Nə oldu uşaqlar? İman. Deməli, Raminin babasının adı İmandır. Hansı adlar saitlə başlayıb samitlə bitir? Gəlin baxaq. İradə saitlə başlayıb samitlə bitir. Olmaz. Murad samitlə başlayıb samitlə bitir. Bu da olmaz. Nigar da samitlə başlayıb samitlə bitir. Bu da olmaz. Ömər saitlə başlayıb samitlə bitir. Deməli, biri budur. Leyla samitlə başlayıb saitlə bitir. Bu da olmaz. Bizə lazımdır nə? Saitlə başlasın, samitlə bitsin. Leyla da deyil, amma Aytac elədir. Saitlə başlayıb samitlə bitir. Belə. Sözləri oxuyun, uyğunluğu tapın. Keçi, samit, sait, samit, sait. Yəni, birinci hərf samit, ikinci sait, üçüncü samit, dördüncü saitdir. Tor,
Tor nə olacaq? Samit, Sait, Samit. Yəni tor belə olacaq. Uşaqlar biraz şey elədim. Belə. Sonra ay, ay. Ay bir Sait, bir Samitdir. Arı da nə olacaq? Sait, Samit və belə. Hər halda indi gördünüz uşaqlar. Tez samitinin əvvəlinə sait səslər artırmaqla sözlər düzəldin. T'nin əvvəlinə ə artıraram ət olar. A artıraram at olar. İ artıraram it olar. E artıraram et olar. Yəni etmək. Sonra Ö artıraram öt olar. Ötmək. Belə. Hal-hazırda bu cür sözlər düzəltdik. Cədvəldə gizlənmiş sözləri tapın. Ana, ata, tort, sonra oyun, yun, nar və sair və sair. Bu sözləri tapdıq uşaqlar. Aşağıdakı hərflərdən sözlər düzəldin və yazın. Buradan düzəldə bilərəm bir aləm, ləman, it, sonra düzəldə bilərəm məna, sonra düzəltmək olar nə? Elə bunları düzəltmək olar uşaqlar. Bugünlük bu qədər uşaqlar. Ümid edirəm bəyənmiş olarsınız. Çox əziyyət çəkdik, öyrəndik. Sağ olun, salamat qalın. Sonda kanalımıza abunə olmağı unutmayın ki, növbəti videolarında izahından xəbərdar olasınız. Sağ olun uşaqlar. Hələlik.